Uşaqlar, feillər neçə yerə bölünür? Hüseyin dinən? 2 yerə. Çox sağ ol. Təsriflənən nə deməkdir uşaqlar? Təsriflənən şəxsə və kəmiyyətlə dəyişir. Əla. Təsriflənməyən nədir? Rəna dinən? İki nitq hissəsində ibarət olub, şəxsə və kəmiyyətlə dəyişir. Aha, əyləş. 2 nitq hissəsindən ibarət olmağı necə başa düşürsünüz uşaqlar? Aytaş dinən? Məsələn, mən feil sifət. Burada feil və sifət birləşir. Yəni iki nitq hissəsi birləşir. Aydındır. Uşaqlar, oxudum sözünü təsrifləndirin hələ görüm. Mən oxudum. Neçənci şəxsdə idi? Birinci şəxsdə idi, düzdür? Oxuyuram. Biz oxuduq. Siz oxudunuz. Onlar oxudular. Şəxsə görə dəyişdimi uşaqlar? Şəxsə görə dəyişmə nə deməkdir? Yəni, şəxs onluğunu qəbul eləmək aydındırmı? İndi oxumaq feilini istəyirəm dəyişəsiz. Səmaya. Oxumaq feili dəyişmir. Mən oxumaq deyə bilməyim. Biz oxumaq deyə bilmirik. Ona görə də təsriflənən olduğu üçün bu dəyişilmir. Aha. Bir dənə də demək istəyirəm, oxuyanda sözünü dəyişək. Deyə bilərsiniz, mən oxuyandayam. Aha. Yaxşı. Təsriflənməyən feilin neçə forması oldu? Aytaş dinən, Aygün dinən. Hansılardır qızım? Feili sifət, feili bağlama, bir də məsəl. Çox sağ ol. Bəs feili sifətin içində nə var uşaqlar? Hansı nitq hissəsini? Tural dinən? Feil və sifətin xüsusiyyətlərini daşıyır. Bəs feili bağlamanın içində nə var? Rəviyyə dinən? Feil və zərf. Bəs məslərin tərkibində nə var? Əbifəz dinən? Feil və isimdən ibarətdir. Yəni, feili təsriflənməyən formaları ikili nitq hissələridir, düzdür? İndi feili bağlamaya aid fikirlərimizi, şəkilçilərimizi tanıyaq. Kim feili bağlamaya aid şəkilçilərə nümunə göstərir? Səmaya buyur. Ağda və ərkəşdir. Misal göstərə bilərsənmi? Cümlə qura bilərsənmi qızım? Buyur. Mərvə içəri girərkən hamı sevindi. Çox sağ ol. Daha Gülay sən dinlə. O oyandıqca ağlayırdı. Daha kim deyər? Rəviyyə buyur. Mada şəkilçisi o dayanmadan yol gedirdi. Mada şəkilçisi. Çox sağ ol. Aygül. Məsələn, necə deyək, məsələn, AA şəkilçisi. Aha. Məsələn, o qaça-qaça evə getdi. Məsələn, qaça-qaça məktəbə. Nə tərzdə? Qaça-qaça. Çox sağ ol. Tural buyur. Ali mənə baxaraq güldü. Aha. Baxıb güldü. I-bı nə ilə əvəz eləmək olur? I şəkilsini nə ilə əvəz eləmək olur? Araq şəkilsini. Əvəz buyur. Mesela Arap şəkilsi gedir, o qaçaraq sınıfa daxil oldu. Mən də ıp şəkilsini ayırdım yerlərə. Deyə bilərsən. O yazıb öyrənirdi. Aha. Mədinə sən dinlə qızım. Oynadıqca yuyunuram. Əyləş. Davud sən deyə bilərsən bir dənə şəkilçiyə aid nümunə. Aytaç buyur. Mən arki. Yazı yazarkən əl baxırdı. Aha. Rəna buyur. Məsələn, ıbda. Məsələn, dostumu görüb sevdiyimdə onun qabağına qaçdım. Aha. Ibda, dostumu görüb. Tamam. Aygün dinlə. Məsələn, necə deyək? Mən sənə bunu dönə-dönə demişəm. Hələ demişəm yəni. Dönə-dönə. Uşaqlar dönə-dönə feili bağlamadı mı? Niyə? Çünki dəfələrlə. Burada yalnız zərf var, düzdür? İndi dönə-dönəni necə eləyək feili bağlama olsun? Mən sənə dönərək. Dönərək, aha, maşın içəri dönə-dönə girdi, düzdür? Həyətə dönə-dönə girdi. Aha, yaxşı. Əyləş. Deməli uşaqlar, uşaq çoxdan yatıb. Burada ıb şəkilsi feili bağlamadı yoxsa? Niyə? Çünki az cümlə bitir. Cümlə bitib və hansı zamandır? Aha, mış şəkilçisinin sinonimidir, düzdür? Yaxşı. İndi mən deyim, o yazıb öyrəndi. Burada ıb nədir? Aygün dinlə. Mən feyli bağlamadım. Aha. Cümlə bitir. Cümlə bitməyib və bir də necədir? Hansı sual olacaq? Nə tərzdə öyrəndi? Yazıb öyrəndi. Uşaqlar var ki, yazaraq öyrənirlər, düzdür? Araq şəkilsini əvəz eləyə bilirlər. Bəs məslər hansı şəkilsi ilə düzəlir uşaqlar? Əbifəsli ilə? Oxumaq, düzdür? Aha. Bəzən maq şəkilsinin q və k samitləri düşə bilir. Mənsubiyyət olanda. Məsələn, onun oxuması, düzdür? Onun yazması, onun öyrənməsi. Uşaqlar, feili sifətin